gözəlliklə gözlənilmədən tam sağaldın. فبالله كم تستطيب. Xeyr, tam yox. Gözlərim görməyə başladı və artıq iflic deyildim. Lakin bədənimin bəzi hissələrində hələ də problemlər qalmaqda idi. Baş verən möcüzə nəticəsində onlar da işıq sürəti ilə düzəlməyə başladılar. Günbəgün, saat, saniyə saniyə sağalırdım. Belə ki, artıq 4 gündən sonra heç bir problemim qalmamışdı və xəstəxanadan ayrıldım. Hekayənin sonu. Sonu demək olmaz. O macəra mənim yalnız keçmişimə yox, həm də indiki və gələcək zamanıma təsir qoyub. Səhər, sən gərək Allaha çox minnətdar olasan. Hər kəs bu cür möcüzə yaşama səadətinə nail olmur. Əlbəttə, mən bütün vücudumla bir möcüzənin şahidi oldum. Hərçənd bir baxımdan bizim hər birimiz hər gün dəfələrlə saysız möcüzələrin şahidi olmuşuq. Bütün kainat bir möcüzədir. Yer, göy, bədənimiz və s. Doğrudur. Dəyərli bir sual axtarmaq niyyəti ilə bir qədər sakit qaldım və tapdım. Ölümdən sonra insanın şəxsiyyətində dəyişikliklərin baş verməsi ilə bağlı eşitmiş və ya oxumuşdum. Bu səbəbdən soruşdum. Ölümü təcrübə etdikdən sonra səndə hansı dəyişikliklər baş verdi? Üzürlü səs tonu ilə dedi. Bu sualdan keçməyinizi xahiş edirəm. Əvəzinə başqa bir şey soruşun. Bu sualdan başqa nə olursa olsun. Xeyr, keçmirəm. Cavab verməlisən. Xahiş edirəm. Bu sualdan başqa nə istəsəniz soruşun. Öz-özümə dedim. Əl çəkmə. Yenidən əlindən çıxmasına imkan vermə. Səhər, səndən gözləntim budur ki, daha çox əl və ürəyi açıq olasan. Lütf edib cavab ver. Sən məni bu qədər qaranlıq məsələlərlə baş-başa buraxa bilməzsən. İsrarım nəticə verdi. Müdafiə sistemində dəli yaça bilmişdim. Yalnız bir şərtlə cavab verərəm. Qəbul edirəm. Real adımı kitabınızda yazmayın. Hətta mənim hekayəmlə bağlı adı çəkilən bütün insanların adlarını dəyişməyinizi istəyirəm. Bunu da deyim ki, məndə baş verən dəyişikliklərin hamısını deyil, bəzisini deyəcəyəm. Ölümü təcrübə etməmişdən öncə də riyaziyyatım bu qədər zəif idi. Necə və ya? Bir şərt dedin, amma əslində 3 şərt qoydun. Çiyinlərini yuxarı çəkdi və güldü. Dedim, qəbul edirəm. İndi de görüm səndə hansı dəyişikliklər baş verdi? Bu dəyişikliklərdən bəziləri cismimə aiddir. Bəzisi ruhi və mənəvi məsələlərlə əlaqədardır. Onlardan ən mühümü Allaha dərindən aşiq olmağımdır. Mən əvvəllər də Allahı sevirdim, amma indi aşiq olmuşam. Nə yolla olur olsun özümü ona həsr eləmək istəyirəm. Siz ona necə bağlandığımı bilə bilməzsiniz. Nəfəs alıramsa, ayağa qalxıramsa, danışıramsa, sakit qalıramsa, kiməsə yardım edirəmsə, onun sayəsindədir. Bugün onun həqiqi malik olduğunu tam əminliklə anlayıram. Bu mənim heç bir şeyə sahib olmadığım anlamdadır. Evim, sırğalarım, süfrəmdəki çörəyim, hər biri onundur. Bəs sənin olan nədir? Özümlə axirət dünyasına aparacağım şeylər, əməllərim. Bu səbəbdən yaxşı insan olmağa çalışıram. Fürsətdən istifadə edib dedim. Sən yaxşı qız olmaq istəyirsən. Elə isə yaxşı qız ol və bu sualıma qısa olaraq cavab ver. O şəxs sənə Allahın cənnətini göstərdimi? Gülümsəyib dedi. Əgər qısa cavab sizi razı edəcəksə, bəli, göstərdi. Cənnət gözəl yerdir, fövqəladə gözəldir. Sualıma cavab verdiyim üçün minnətdaram. Mən isə sizin bütün suallarınızı cavablandırmadığım üçün təəssüflənirəm. Deməli, sən cənnəti gördün. İndi de görüm cənnətə getmək həvəsin davranışlarının dəyişməsinə nə qədər təsir qoydu. Cənnətə getmək həvəsi ilə yaxşı iş görmək əslində düzgün iş deyil. Cənnətin bir parçasını qazanmaq üçün yaxşılıq eləyənlərin düşüncələri prinsipial deyildir. Bu cür düşüncə çox səthi bir düşüncədir. Aydınlaşdırmaq üçün bir misal çəkmək istəyirəm. Dişlərini yuyanlar 2 dəstədirlər. Bəziləri dişlərinin sağlam qalması üçün yuyur. Başqa bir dəstə isə dişlərini həmişə ağ və parıltılı olsun deyə yuyur. Nəticədə heç bir fərqi yoxdur. Lakin düşüncələri fərqlidir. Bu səbəbdən biz birinci qrup insanı ikinci qrupa nisbətən daha dərin düşüncəli hesab edirik. Bir an duruxdu. Daha sonra davam elədi. Gəlin, yaxşı olaq, amma Allaha xatir. Allahın razılığına görə. Cənnətin bir parçasını qazanmaq üçün deyil. Sükut edib ona baxmağa davam elədim. Soruşdu. Nə barədə düşünürsünüz? Düşünürəm ki, Allahın sənə yenidən həyat bəxş etməsinə səbəb nə ola bilər? Bu suala cavabım varmı? Cavabım yoxdur. Mən onun bu lütfə layiq olduğunu düşünürdüm. Bəlkə də buna səbəb iffətli olması idi. Çirkin bir insan üçün iffətli olmaq asan işdir. Lakin gözəl, çox gözəl bir insan çirkin insan qədər günahdan uzaq deyildir. Gözəlliklər həmişə nemət hesab olunmur.
adətən insanların dünyavi cəhətdən uzalmasından çox mənəvi süqutuna səbəb olur. Mən yaşadığım ikinci həyatı ilahi rəhmət olaraq görürəm. Adam olmağım üçün ideal fürsət hesab edirəm. İndi artıq həyatımın geri qalan hissəsində nələr etməli olduğumu təxminən bilirəm. Bilirsiniz, bütün işim günahdan uzaq qalmağa çalışmaqdır. Əvvəlki kimi dünya bataqlıqlarına batmaq istəmirəm. Artıq dünyaya ürək bağlamaq istəmirəm. Yəni bu dünyaya nifrət edirsən, nifrət eləmirəm. Dünya həyatının yol arası bir dayanacaq. Özümü qorumalı olduğum təhlükəli tələlərlə dolu bir dayanacaq hesab edirəm. Özümü qorumalıyam ki, əsas məqsəd uğrunda yoluma davam edə bilim. Uğur qazanmağın üçün dua edirəm və qazanacağına inanıram. Çox yaxşı. İndi isə səndə baş verən digər dəyişikliklərdən danış. Baxın, mən heç vaxt rəhimsiz olmamışam, lakin ölümü təcrübə etdikdən sonra qəlbimdə xüsusi yumşaqlıq hissi var. Zahirdən bilinməsə də inanın ki, keçmişə nisbətən daha çox mehriban olmuşam. Yəqin ki, digərlərinə daim yardım etmək istəyinin səbəbkarı yumşaq qəlbindir, təsdiqlədi. Bəli, əlimdən gələn hər növ yardım. Ümumiyyətlə, bizim bu dünyada ən mühüm vəzifələrimizdən biri məhz budur. Bu günə qədər digərlərinə hansı yardım, etiraz edən simasını görüb sözümü yarımçıq saxlamışdım. Başa düşdüm, maraqlı sual olmadı, keçirəm. Minnətdaram. İndi isə başqa bir dəyişiklik barədə danış. Mobil telefonuma baxdı. Telefonunu bir neçə dəqiqəlik götürə bilərəmmi? Kiməsə zəng vurmalı olduğunu xatırladığını sandım. Əlbəttə, telefonu ona tərəf uzatdım, dedi. Əvvəl görən şəbəkə varmı? Olmamalıdır. Əmin olmaq üçün telefonun ekranına baxdım. Şəbəkə tam formada aktiv idi. Şəbəkədə bir problem yoxdur. Telefonu məndən alıb gözünü ekrana zillədi. Qaşlarını yuxarı qaldırıb dedi. Amma mən şəbəkədən əsər əlamət görmürəm. Yanlışım var. İndi özüm gördüm. Telefonu əlində olan halda mənə tərəf tutdu. Düz deyirdi. Şəbəkə tamamilə kəsilmişdi, dedim. Bəlkə olduğun yerə görədir. Niyə durub yoxlamırsınız? Siz gəlib mənim yerimdə oturun. Hər ikimiz qalxdıq. Mən onun yerində oturdum, o da mənim yanımda kresloda. Telefonu əlimə alıb gözümü ona zillədim. Şəbəkə yenidən aktiv idi. Təəccüblə dedim. Bu nə deməkdir? Telefonu əlimdən aldı. Bir neçə saniyə əlində saxlayıb ekranı mənə sarı tutdu. Yenidən şəbəkə itmişdi. Sual dolu nəzərlərimi ona tərəf çevirdim. Başa düşmürəm. Niyə belə olur? Telefonu masanın üstünə qoyub cavab vermək əvəzinə soruşdu. Saat neçədir? Biləyimi özümə tərəf çevirib qol saatıma baxdım. 16:30. Bir daha baxıb mənə dəqiq deyil. Baxdım. 16:35. Yox, indi 16:36. Lütfən saatınızı çıxarıb mənə verin. Saatımı çıxarıb ona verdim. Soruşdum. Bunu niyə etdiyini mənə deyə bilərsənmi? Hələ ki telefonunuza cavab verin. Daha sonra bunu sizə izah edərəm. Telefon, mənə zəng gəlmir axı. İndi gələcək. Sözünün bitməsi ilə eyni anda telefonuma zəng gəldi. Köhnə dostlarımdan olan Rızanın adı ekrana gəldi. Nəfəsim sinəmdə ilişib qalmışdı. Şokdan bədənim qıfıllanmışdı. Rıza ilə danışmağa hazır değildim. Çaşqın və gərgin idim. Səhər dedi. Cavab verin. Kimisə xəstə gözlətmək düzgün iş deyil. Mən indi cümləmi sonlandıracaq söz tapmadım. Qorxmayın, elə də çətin iş deyil. Yaşıl düyməni sıxmağınız kifayətdir. Çarəsizlikdən telefona cavab verdim. Rıza salam. Salam əziz qardaş, yaxşısan? Çox üzr istəyirəm Rıza. Mən indi danışa bilmirəm. Axşam sənə zəng edərəm. Nigaran oldu. Problem var? Yox, bağışla, söndürməyə məcburam. Telefon zəngini sonlandırdım. Gözüm Hüseynə sataşdı. Rəngi qaçmış, gözləri təəccübdən bərəlmişdi. Doğrudan da bizim təəccüblənməyimizə haqqımız var idi. Səhər əlini boş fincanlara tərəf uzadıb soruşdu. Yenə çay gətirimmi? Mənim bir neçə stəkan suya ehtiyacım var idi. Soyuq su ilə yaşadığım şokun təsirini azaldacağıma ümid eləyirdim. Mətbəxdə olan masanın üzərindəki dolça və stəkanlara işarə eləyib dedim. Çay yox, zəhmət olmasa mənə su ver. Ayağa durmaq istəyəndə Hüseyn qalxıb dedi. Sən otur, mən gətirərəm. Mətbəxə gedib özü orada bir stəkan su içdi. Sonra dolça və stəkanlarla dolu geri döndü. Mən də bir dolu stəkan su içdim. İkincini içmək istəyəndə səhər hiləgərcəsinə dedi. Bunu sonraya saxlamağınızı tövsiyə edirəm. Birazdan daha çox lazımınız olacaq. Bunu deyib qolunu üzümə tərəf tutdu və saatı mənə göstərdi. Saat hələ də 16:36-nı göstərirdi. Əqrəbləri hərəkətdən dayanmışdı. Səhər saatımı mənə geri qaytardı. Saatı qoluma bağlayan kimi işləməyə başladı. Dalbadal 3 möcüzə. Bu üçünü həzm etmək mənim üçün daş parçasını həzm etməkdən daha çətin idi.
Stəkanı ikinci dəfə doldurub başıma çəkdim. İçdiyim zaman gördüklərimi və qulaqlarımla eşitdiklərimi yenidən təhlil etdim. Beynimdə 3 böyük sual və 3 böyük nida işarəsi əmələ gəlmişdi. Səhərdən soruşdum. Burada nə baş verir? Bunların anlamı nədir? Şəbəkənin itməsi, saatın işdən düşməsi, dostumun zəng edəcəyini anlamağın və düşünürdüm ki, görəsən oxuculara bu 3 hadisəyə şahidlik etdiyimə necə inandıra biləcəyəm. Bunu rahatlıqla bacarmazdım. Əgər 2 şahidim olmasaydı. Hüseyn və qeydə alınan səs yazıları. Səhər dedi. İzahdan öncə xatırlatmalıyam ki, qeybdən xəbərdar olan yalnız Allahdır. Mən kimisə sizə zəng edəcəyinizi yalnız ehtimal verdim və ehtimalım düz çıxdı. Yəni əslində 6-cı hissi məni yanıltmadı. Elə bu. Məsələn, çox da böyütməyə ehtiyac yoxdur. Ölüm təcrübəsindən sonra 6-cı hissim dəfələrlə güclənib. Bəs şəbəkənin itməsinə və saatın işdən düşməsinə səbəb nə idi? Bu da ölüm təcrübəmlə əlaqədardır. Hər dəfə qoluma saat bağlayanda zaman dayanır. Əlimə telefon aldığım zaman isə alıcı və ötürücü sistemi işdən düşür. Yaşadığım ölüm təcrübəsinin bədənimin elektromaqnit sistemində dəyişiklik etdiyini düşünürəm. Bu 2 hadisəyə səbəb olan da məncə budur. Yəqin ki, artıq telefon və ya qol saatını istifadə etməmə səbəbimi anlayırsınız, dedim. Hüseyn kitabı yazarkən xəyal qüvvəmə qapanacağımdan qorxurdu. Lakin indi o tamamilə rahat ola bilər. Bu gün səndən görüb eşitdiklərim sayəsində xəyal qüvvəmə ehtiyac qalmadı. Sağ dirsəyimi mebelin üzərində olan döşəkçəyə söykədim və dedim. Davam etməni xahiş edirəm. Bizə yenə də nəsə göstər. İcazə ver digər istedadlarının da şahidi olaq. Sakitcə və tam səmimi formada dedi. Davamını gözləməyin. Təbəssüm edib davam etdi. Mən necə David Copperfield, hətta adi bir sehrbaz belə deyiləm. Papaqdan dovşan çıxarmağı, sizin səddi kimi qalın divardan keçməyi məndən gözləməyin. Elə isə, amma mən düşünmürəm ki, həminki mehriban səs tonu ilə qarşılıqlı olaraq sözümü kəsib dedi. Baxın, siz o dəyişikliklərdən bir neçəsini bilmək istəyirdiniz və bildiniz. Fikrimcə kifayətdir. Kifayət deyil. Sizə Allaha and verirəm. Məni bundan artıq sıxmayın. Göstərdiyim bir neçə nümunə ilə qane olmağınızı rica edirəm. Özümü aza qane olmağa məcbur hiss elədim. Çox yaxşı. Yalnız əlavə bir nümunə. Xahiş edirəm. Baş verən dəyişikliklərdən daha birinidir. Bununla da səni rahat buraxacağam. Yalnız bir nümunə. O mühazirədən sonra rəsmi həvəsim artıb. O hadisədən bu günə qədər neçə yüz əsər ərsəyə gəlib. İstifadə etdiyi feil məni incitdi. O ərsəyə gəlib dedi. Ərsəyə gətirdim demədi. Davam etdi. Dini və məzhəbi tablolar. Divarlara işarə etdim və amma mən heç bir tabloya rast gəlmirəm. O neçə yüz tablodan birini belə görmürəm. Heç görməməlisiniz də. Tablolar hazır olan kimi ata evimə göndərirəm. Ata evim böyük qardaşıma miras qalıb. O orada yaşayır. Bu səbəbdən evini xüsusi bir rəsm sərgi salonuna çevirməmə razılıq verib. Hər hansı bir tablonu ərsəyə gətirəndə çoxmu düşünürsən? Düşünməyə ehtiyacım olmur. Əslində hər bir tablo sadəcə surətdir. Məyus oldum. Surət çıxarmanın elə də mühüm iş olduğunu zənn etmirəm. Deyil. Kimin və ya kimlərin əsərlərinin surətini çıxarırsan? Açıq cavab istəyirsiniz? Əlbəttə. İlk günlərdə çəkmək istədiklərim ovcumun içində görünürdü. Ovcuma baxıb görüntünün böyük ölçüdə çəkirdim. Sanki əlimdən surətə çıxarmış kimi. Bir neçə aydır ki, ovcumda heç şəkil görmürəm. Əvəzində həmin şəkli beynimdə görüb işə başlayıram. Sükut etmisiniz. Nəsə soruşmaq istəmirsiniz? İndiyə qədər əsərlərini hansısa sərgidə nümayiş etdirmisənmi? Hələ ki yox. Niyə? İçimdən bir səs hələ vaxtının çatmadığını söyləyir. Vaxtı çatsa belə sərginin öz adımla keçirilməsinə icazə verməyəcəyəm. Səbəb bəllidir. Çünki tabloları öz əsərim hesab eləmirəm. Mən yalnız bir vasitəyəm. Anladım. O görüntülərin rəsm kətanları üzərində əbədiləşməsi üçün olan vasitə. Siz sözlərlə oynamağı sevirsiniz. Mənim bu oyundan elə də anlayışım yoxdur. Amma düz deyirsiniz. Məncə də dediyiniz kimidir. Bir neçə an sakitlik çökdü. Sonra soruşdum. Səhər, mən və Hüseyni o tablolara baxmağa icazə verərsənmi? Fikrə daldı. Səhər, bəli. Tablolara baxmağa icazə verərsənmi? Əgər barəsində heç nə yazmayacağınıza söz versəniz, bəli. Yəni tablolara gördüyümüzü yazmayaq, bunu yazmağınızın eybi yoxdur. Amma elə bu qədər, artıq yox. Qəbul edirəm. Onları görməyə nə vaxt gedə bilərik? Şam yeməyi üçün buraya qayıdacağınız vaxt. Hüseyn dedi. Qayıdacağımıza söz veririk. Ümid edir ki, aşpazlığı yaxşı bacarırsam. Səhər zarafatyana dedi. Mən çox pis aşpazam. Soruşdum. Məndən daha pis, Hüseyn səsli güldü.
Daha sonra 2 gün öncə baş verən biabırçılığı səhər üçün danışmağa başladı. Dünən gecə onun hazırladığı pomidor yumurtanı yedim. Təbii ki, pomidor yumurta demək olardısa. İlk olaraq yumurtanı tavaya atıb, daha sonra pomidorla soğana ona əlavə eləmişdi. Əzabverici idi. İlk tikəni yeyəndə tavaya yağ tökmədiyini də anladım. Səhər dilini dişlədi. Buna baxmayaraq hələ də sağsınız? Hüseyn cavabında dedi. Sağlam olub olmamağınızı bilmirəm, amma hələ diriyik. Səhər bizi ata evinə apardı. Tabloları gördük. Onların hər biri mənəvi bir şah əsəri idi. Təsirli, qüsursuz, nəfəskəsici, fövqəladə. Sözün əsl mənasında bir möcüzə. Birinci hekayəni bitirdik.